Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Testlərin izahına başlayıram. Şagirdlər dərsdə Vətənim Azərbaycan mövzusunda mətn oxuyurlar. Daha sonra onlardan mətndəki əsas fikri müəyyənləşdirməyi, öz sözləri ilə izah etməyi və bu barədə yazılı şəkildə fikirlərini bildirməyi tapşırılır. Deməli, burada nə etmək lazımdır? Mətni oxuyub anlamaq. Çünki anlamasan, əsas fikri müəyyənləşdirə bilməzsən. Yəni, bu şagirddən nə tələb edir? Oxuduğunu anlamaq. Anlayıb oradakı əsas ideyanı müəyyənləşdirmək və oxuduqları ilə bağlı fikirlərini yazılı şəkildə bildirmək. Yəni, biz demişik ki, oxuduğunu anlamaq, fikrini şifahi və ya yazılı şəkildə qarşı tərəfə çatdırmaq hansı kompetensiyaya əsaslanır? Əlbəttə ki, savadlılıq kompetensiyasına. Savadlılıq kompetensiyasına ana dilində ünsiyyət də deyə bilərik. Keçək ikinci suala. İngilis dili dərsində şagirdlərə müəyyən mənbələr təqdim edir. Yəni, müəllim şagirdlərə müəyyən mənbələr təqdim edir. Və onlar bu mənbələrdən istifadə edərək Azərbaycan ilə Böyük Britaniyanın bayramlarını, adət-ənənələrini müqayisə etməyi və bu barədə qısa təqdimat hazırlamağı tapşırır. Deməli, burada fikir verirsinizsə, mənbə deyir. Yəni, bu mənbə qəzet ola bilər, jurnal ola bilər, kitab ola bilər. Yəni, burada internet mənbələrindən, kompüterdən istifadədən söhbət getmir. Mənbələrdən istifadə edib nəsə oxuyacaq və bu oxuduğu nə ilə bağlıdır? Müxtəlif ölkələrin adət-ənənələri ilə, mədəniyyəti ilə, bayramları ilə bağlıdır. Biz də demişik ki, öz ölkəsinin, həmçinin başqa ölkələrin mədəniyyətini bilmək, mədəniyyətini öyrənmək, mədəni müxtəliflik kompetensiyasına əsaslanır. Bir də fikir verirsinizsə, burada söhbət İngilis dili dərsindən gedir. Uşaqlar İngilis dili dərsində nə dilində oxuyurlar? Yəni, Rus dilində oxumurlar, Azərbaycan dilində oxumurlar. İngilis dili dərsidirsə, deməli, mənbədəki məlumat nə dilindədir? İngilis dilindədir. Və sonra da deyir ki, qısa təqdimat hazırlayırlar. Deməli, təqdimatda nə dilində olacaq? İngilis dilində olacaq. Yəni, İngilis dilində uşaq gəlib Türk dilində, Rus dilində, Azərbaycan dilində təqdimat eləmir ki, İngilis dilində təqdimat eləyir də. Ona görə də, yəni, burada həm də çox dil bilməyə kompetensiyası var. Deməli, iki kompetensiya formalaşır, həm çox dillilik, çünki mənbə müxtəlif dillərdədir, təqdimat da başqa dildədir, həm də mədəni müxtəliflik. Mənlər əgər variantlardan sadəcə birini seçmək tələb olunsaydı, onda mədəni müxtəlifliyi seçərdik. Amma görürsünüz, burada daha ətraflı cavabı var. Ona görə biz burada iki cavabı da seçirik. Yəni, əsas birinci bacarıq mədəni müxtəliflikdir, ikinci bacarıq isə çox dillilikdir. Müəllim enerjiyə qənaət mövzusunda layihə hazırlamağı tapşırır. Şagirdlər evdə işıq enerjisi sərfiyyatı, elektrik cihazlarının işləmə müddətini və enerji sərfiyyatını müşahidə edir, qrafik qurur, qənaət təklifləri hazırlayırlar. Bu cihazların işləmə fəaliyyətinə baxmaq, o nə qədər enerji sərf edir, bunu müəyyənləşdirə bilmək, həmçinin bu enerjiyə nəticə etibarilə də pula qənaət etməyi öyrənmək, bu riyazi, elmi, texnoloji kompetensiyaya əsaslanır. Yəni, nəticə etibarilə sən bu enerjinin nə qədər sərf olunduğuna baxmalısan, yenə də orada rəqəmlərlə işləyirsən və fikirləşməlisən ki, mən necə eləyim ki, burada pula qənaət eləyim, pula qənaət eləyə bilmək. Sonra görürsünüz, orada qrafik qurmağın, statistik cədvəllərdən istifadə eləmək. Yəni, bu da yenə də riyazi, elmi, texnoloji kompetensiyaya əsaslanır. Yalnız mı hissediyorsun? Sugaya gel. Yeni arkadaşlar mı arıyor? Müəllim şagirdlərə ekoloji mövzu üzrə araşdırma tapşırığı verir. Onlar internetdən məlumat toplayır, informasiyanın etibarlılığını yoxlayır və nəticələri slayd şəklində təqdim edirlər. Burada da deməli, gərək şagird internetdən məlumat toplamağın yolunu bilsin. Həmçinin internetdən, yəni müxtəlif saytlardan əldə etdiyi məlumatın etibarlı olub-olmadığını yoxlasın. Bilirsiniz, internetdə o qədər mənbə var, o qədər sayt var, yalan yazan saytlar da var.
Ona görə şagird rəsmi saytlardan məlumat toplamağı öyrənməlidir. Və yaxud da bir məlumatı oradan dinləyəndə baxmalıdır ki, bu məlumatı verən şəxs kimdir, sıradan biridir, yoxsa bu işlə əlaqəli biridir. Bax, bu məlumatın etibarlılığını internetdən yoxlamaq və sonda da slaydlar hazırlamaq. Bunlar hamısı rəqəmsal savadlılıq, kompüterlə işləmək, düzgün işləmək, slayd hazırlamaq üçün bu proqramı bilməlisən. Bu da rəqəmsal savadlılığa aiddir. Mən çətin vəziyyətdə necə davranıram? Kim, mən? Yəni, şagirdlər bu mövzuda əgər düşünürlərsə, sonra emosiyalarını idarə etmək. Yəni ki, məsələn, çətin vəziyyətdə mən emosiyalarımı, hisslərimi necə idarə edirəm? Bu, şəxsi sosial öyrənmək kompetensiyasına aiddir. Yəni, hər bir insan özü fikirləşir ki, mən belə bir vəziyyətə düşsəm nə edərəm? Özüm üçün plan qururam, özüm üçün bir məqsəd qoyuram qarşıma, bu məqsədə çatmaq üçün strategiya seçirəm. Müəyyən çətin vəziyyətlərdə əsəbləşirəm, yoxsa özümə ələ alıram. Bax, bu bacarıqlarım varsa, bu şəxsi kompetensiyadır. Adam var ki, adi kiçik bir problem olan kimi başlayır ağlamağa, əsəbləşməyə, ona buna qışqırmağa. Deməli, şəxsi kompetensiya zəifdir. Yox, əgər problemi rahatlıqla həll edə bilirsən, emosiyalarını, hisslərini, əsəblərini idarə edə bilirsənsə, problemi həll etmək üçün bir strategiya seçirsənsə, bu şəxsi kompetensiya hesab olunur. Müəllim təmiz şəhər, sağlam həyat mövzusunda sinif müzakirəsi aparır. Şagirdlər tullantıların azaldılması, ictimai qaydalara əməl etmək və könüllü fəaliyyətlər barədə təkliflər hazırlayırlar. İndi diqqət yetirirsinizsə, burada təmiz şəhər, sağlam həyat var. Şəhər kimindir? Bir nəfərin deyil, şəhər hamımızındır. Bir vətəndaş kimi hamı bu şəhəri təmiz saxlamağı bacarmalıdır. Yəni, bu öz şəhərimizi qoruduğumuza görə təkcə öz evindən söhbət getmir də, şəhəri, gəzdiyin yerləri, parkları və s. Təmiz saxlamaq üçün müəyyən aksiyalara qoşulursan, könüllü bir iməclik fəaliyyətlərində iştirak edirsənsə, fəal vətəndaşdır. Həm də ictimai qaydalara əməl etmək. Yəni, cəmiyyət, insanlar olan yerdə müəyyən qaydalara əməl edirsənsə, bu da sosial məsuliyyət kompetensiyası hesab olunur. Burada bunların hər ikisi var. Müəllim şagirdlərə məktəbdə kiçik bir məhsul sərgisi təşkil etməyi tapşırır. Elə bir məhsul təqdimatı olmalıdır ki, insanlar üçün maraqlı olsun. Qruplar ideya seçir, plan qurur, qiymət hesablayır və təqdimat edirlər. Yəni, diqqət edirsinizsə, burada özlərinin məhsullarını satmalıdırlar. Elə satmalıdırlar ki, yəni cəmaət alsın. Necə ki, indiki mağazalar, bax, Instagramda, YouTube'da, TikTok'da, sosial şəbəkələrdə və yaxud da mağazanın içərisində elə kampaniyalar, elə fəaliyyətlər icra edirlər ki, bu paltar satılsın, yəni satdığım əşya satılsın. Yəni, buna deyilir, yəni biznes fəaliyyəti. Bu biznes fəaliyyəti, biznes bacarıqları məktəbdən formalaşdırılır ki, siz bir məhsul hazırlayın, elə təqdim edin ki, cəmaət bunu alsın, qiyməti hesabla, sənin bu şeyi ortaya çıxarmaq üçün nə qədər pulun çıxıb, üstünə nə qədər pul qoymalısan ki, qazancın olsun. Bax, bunlar hamısı sahibkarlıq fəaliyyətinə əsaslanır. Müəllim fərqli xalqların milli geyimləri mövzusunda dərs keçir. Şagirdlər müxtəlif ölkələrin milli geyimlərini araşdırır, bəzilərini rəsmlə təsvir edir və təqdimatda öz fikirlərini paylaşırlar. Fərqli xalqların milli geyimi, yəni hər xalqın özünün milli adət-ənənələri var. Müxtəlif xalqların adət-ənənələrini öyrənmək isə nə olur? Əlbəttə ki, mədəni məlumatlıq, bu asan testidir. Müəllim ətraf mühitin qorunması mövzusunda mətn oxuyur. Şagirdlər mətni diqqətlə dinləyəndən sonra həmin mətnlə bağlı yazılı tapşırıqları yerinə yetirirlər. Bu tapşırıq diqqətli dinləməni tələb edir. Baxın, əgər eşitdiyini anlayırsa, oxuduğunu anlayırsa, fikrini yazılı və şifahi şəkildə qarşı tərəfə çatdırırsa, bu ana dilində ünsiyyət və ya savadlıq kompetensiyasına əsaslanır. İngilis dili dərsində şagirdlər dünyanı gəzək mövzusuna layihə hazırlayırlar. Gəzmək üçün ən görməli yerləri müəyyənləşdirmək üçün
müxtəlif mənbələrdən araşdırma eləyirlər. Müəllimlər, ingilis dili dərsidirsə, bunların araşdırma elədikləri kitablar, mənbələr nə dilində olur? İngilis dili dərsidirsə, bu türk dili, rus dilində, Azərbaycan dilində oxuyub yazmırlar ki. Bunlar ingilis dilində mənbələr araşdırırlar. Deməli, ingilis dilində olan bir kitabı, qəzeti, jurnalı oxuyub anlamaq üçün sən gərək o dili biləsən. Və təqdimat eləyirlər. Deməli, təqdimat eləyəndə də fikirlərini ingilis dilində çatdıracaqlar da. Bu da yenə də həm mənbələri araşdırıb oxumaq, həm də fikirlərini çatdırmaq, təqdimat eləmək, həmin dildə təqdimat eləmək çox dillilik kompetensiyasına əsaslanır. Bir sürü dolandırıcı. Sizi bitireceğim. Şirketimde ne yapıyorsunuz? Sen patron musun? Dolandırıcılar. Şagirdlərə tapşırılır. Məktəbdə bir ay müddətində tullantıların miqdarını müşahidə edin. Həftələr ərzində nəticələri statistik cədvəllərlə göstərin. Və azaldılması üçün təkliflər hazırlayın. Yadınıza saxlayın ki, bu statistik cədvəllərin hazırlanması riyaziyyat dərsində şagirdlərə öyrədilir. Yəni, uşaqlar məktəbdə tullantıları miqdarını izləyirlər. Birinci həftə, ikinci həftə, üçüncü həftə, dördüncü həftə, hansı həftədə necə idi, hansı həftədə daha çox idi, hansı həftədə, məsələn, ölçü ilə hesablasalar, neçə kiloqram və yaxud da hər hansı bir ölçü vahidi ilə hesablayırlar. Bu həftə belə oldu, o bir həftə belə, o bir həftə belə, digər həftə belə. Buna deyilir statistik məlumatlar. Bu da riyazi qabiliyyətlərə əsaslanır. Sən gərək o məlumatları müqayisə eləyəsən, yazasan, nəticəyə gələsən. Bu da riyazi kompetensiyaya əsaslanır. Riyazi və elmi, texnoloji kompetensiya. Müəllim şagirdlərə qlobal istiləşmə mövzusunda onlayn mənbələrdən etibarlı məlumat toplamağı, hətta ChatGPT proqramından da istifadə etməyi, daha sonra araşdırdığı məlumatları slaydla təqdim etməyi tapşırır. Görürsünüz, adi mənbədən oxuyanda savadlılıq kompetensiyası olur. Amma əgər görürsünüz, burada belə bir şey deyim, hər indi internetdən araşdırmaq da rəqəmsal olmur. Məsələn, mən belə bir sual təqdim eləsəm ki, şagird müxtəlif saytlarda məlumatı oxuyub anlayır, oxuduğunu dərk edir, yenə savadlılıq olacaq. Amma bu testdə savadlılıq deyil. Çünki deyir ki, mənbələrdən etibarlı məlumat toplamağı. Yəni, bu adam bilir ki, internetdə hansı saytlar, hansı məlumat mənbələri etibarlıdır. Yəni, sayt var ki, səhv məlumat yazır, sayt var, düz məlumat yazır. Yəni, hansı saytın düz, hansı mənbənin səhv məlumat yaydığını bilmək rəqəmsal savadlığa əsaslanır. ChatGPT proqramını gərək yükləyəsən, istifadə qaydasını biləsən. Bu da rəqəmsal savadlılıq, kompüterdən istifadə bacarığı tələb edir. Slayd hazırlamaq. Gərək bir kompüteri açasan, proqrama daxil olasan, slaydı hazırlayasan, rəngiləyəsən, düzəldəsən. Bunlar hamısı rəqəmsal savadlılıq kompetensiyası tələb edir. İndi bu testdə bizdən 2 dənə kompetensiya istəyir. Əslində, yəni burada ön planda olan qabiliyyət hansıdır? Rəqəmsal. Amma görürsünüz, testimizdə 2 dənəsini istəyir. Bizə deyir ki, hansı bacarığının inkişafını göstərir və variantlarda da 2-2 verib. Onda mən rəqəmsalın yanında nəyi seçə bilərəm? 2 dənə variantda rəqəmsal var. B variantında çox dillilik yazılıb. Burada heç bir dilin, rus dili, ingilis dili, fransız dili, italyan dili, burada hansısa dilin adı çəkilməyib. Ona görə biz B-ni götürə bilmərik. Ona görə də burada biz götürəcəyik C variantını. Deməli, mənbələrə daxil olub o məlumatı oxuyur axı. Məlumat toplayır, oxuyur. Ona görə savadlılıq kompetensiyasını da götürə bilərik. Biri olsaydı, ön planda olan rəqəmsal idi. Tədris ilinin əvvəlində müəyyən şagirdlərlə birlikdə məktəbdə nizam-intizam qaydalarını tərtib edir. Çünki bilir ki, şagirdlər özləri bu qaydaların tərtibatına iştirak edəndə bu qaydalara daha məsuliyyətli yanaşırlar. Yəni, nizam-intizam qaydasını bilən şəxs həmin qaydalara əməl edir. Həm özü üçün səmərəli olan edir, həm də başqalarını narahat eləmir. Başqa insanları narahat eləməmək, insanlara mane olmamaq,
orta məktəbdəki hər kəs üçün olan qaydalara əməl etmək də sosial kompetensiyadır. Şəxsi və sosial kompetensiya. Müəllim uşaqların hüquqları mövzusunun tədrisi zamanı BMT-nin Uşaq Hüquqları Konvensiyasının bəndlərini müzakirə edir. Şagirdlər real həyati nümunələrlə hüquqlarının pozulmasını və qorunmasını izah edirlər. Yəni, deyir ki, real həyati nümunələrlə uşaq deyir ki, məsələn, filan yerdə kimsə mənim hüququmu poza bilməz. Bu ölkədə mənim hüquqlarım var. Yəni, bir vətəndaş kimi öz hüquqlarını bilirsə, yaşadığı ölkədə onun hansı hüquqları var? İstər milli qanunlara əsasən, istər ümumi dünyada qəbul edilmiş qanunlara əsasən. Yəni, bu ölkədə yaşayıram, mənim bir vətəndaş kimi hansı hüquqlarım var? Bunu bilirəmsə, bu fəal vətəndaş mövqeyi hesab olunur. Bu sualda nə deyir? Deyir ki, məktəbdə məktəb yarmarkası layihəsinin icrasına start verilir. Uşaqlar burada nə satacaqlarını müəyyənləşdirirlər, satacaqları məhsullara qiymət qoyurlar, öz əl işlərindən ibarət bir yarmarka təşkil edirlər və alıcı olaraq burada iştirak edir valideynlər, müəllimlər. Toplanılan pul da uşaq evinə bağışlanır. Bu fəaliyyət hansı kompetensiyaya əsaslanır? Əlbəttə ki, sahibkarlıq. Niyə? Çünki uşaq məhsul satmağı öyrənir, biznes fəaliyyəti formalaşır. Özü bir məhsul hazırlayır, sonra onun pulunu müəyyənləşdirir ki, nə qədər pul qoysam mənim burada qazancım olar. Bu da məktəbli yaşlarından, məktəbdən sahibkarlıq kompetensiyasının inkişafına xidmət edir. Şagirdlər müxtəlif xalqların milli musiqilərinə qulaq asır. Musiqilərdəki oxşar fərqli cəhətləri müzakirə edir. Sonra öz milli musiqilərimizdən istifadə edirlər. Əgər müxtəlif xalqların mədəniyyətini öyrəniriksə, istər öz adət-ənənələrimizi öyrənmək, istər başqa ölkələrin mədəniyyətini öyrənmək, yəni bu mədəni məlumatlıq kompetensiyasına əsaslanır. Here's why UE feels like home from day one. UE isn't just about Mədəni 200 евро каждый день легко и без лишних усилий. В Европе многим не хватает денег даже ənənələrimizi öyrənmək, istər başqa ölkələrin mədəniyyətini öyrənmək, yəni bu mədəni məlumatlıq kompetensiyasına əsaslanır. Müəllim şagirdlərdən Qarabağ haqqında faktlar mövzusunda mətn yazmağı və yazdıqları mətni rəqəmsal formada dizayn edib təqdim etməyi istəyir. Mətni yazmaq, birincisi, yəni kağızda yazmalıdır bu. Bu mətn yazmaq, fikirlərini yazılı şəkildə ifadə etmək, istər kiməsə məktub yazmaq, istər hər hansı bir yazı növündən istifadə etmək savadlılıq kompetensiyasıdır. Sonra o vərəyə yazdığı məlumatı rəqəmsal formada dizayn etməlidir. Yəni, məsələn, ondan slayd düzəltməlidir. Bu da rəqəmsal savadlılığa əsaslanır. Yəni, burada hər iki kompetensiya var. Vərəyə yazmaq savadlılıq kompetensiyasıdır. Onu kompüterə köçürmək isə rəqəmsal savadlılıq hesab olunur. Müəllim sinifdə proqnozlaşdırma üsulundan istifadə edir. Proqnozlaşdırma bilirsiniz nədir? Yəni, mətn oxunur, müəllim onu yarımçıq saxlayır. Yəni, uşaq gərək o oxuduğu hissəni anlayaq ki, davamını özündən proqnozlaşdıra, təxmin eləyə. Məsələn, bir abzas oxunandan sonra müəllim deyir ki, uşaqlar dayanın, sizcə hadisələr necə davam edəcək? Gərək şagird əvvəl oxuduğunu başa düşə ki, davamını da proqnozlaşdıra bilər. Bu da əsaslanır savadlılıq kompetensiyasına. Yəni, həm danışma var, həm də oxuyub anlama var. Ona görə sualımızın cavabı olacaq B variantı. İngilis dili dərsində şagirdlər öz məktəbi haqqında qısa mətni həm ingiliscə, həm də ana dilində tərtib edirlər. Dillərin quruluş və ifadə fərqlərini müqayisə edirlər. Görürsünüz, burada hər iki dil qeyd olunub. Yəni, hər hansı bir mətn həm Azərbaycan dilində yazılır, bu savadlılıq kompetensiyasına aiddir, həm də ingilis dilində yazır. Hər iki dildə yazdığına görə yazmırlar. Burada deməli, öz məktəbi haqqında qısa mətn həm ingilis dilində yazırlar. Həm də ana dilində tərtib edirlər. Deməli, adam oturur öz məktəbi haqqında. Mənim məktəbim, bunu Azərbaycan dilində yazıb tərtib edir bu mətni. Bir də My School ingilis dilində tərtib edir.
Deməli, gərək həm öz dilimizdə yazmağı biləsən, həm də xarici dildə. Bu da ona görə 2 kompetensiyanın olmasını tələb edir. Daha sonra dilləri də müqayisə edilir ki, ingilis dilinin quruluşu, qrammatikası, dil qaydaları budur. Bizim isə dil qaydalarımız belədir. Oxşar cəhəti budur, fərqli cəhəti budur. Müəllim küləyin enerjisi mövzusunda dəstə şagirdlərə sadə eksperiment aparmağı, müşahidə nəticələrini qeyd edib nəticə çıxarmağı tapşırır. Deməli, eksperimentlər aparmaq, elmi araşdırmalar etmək. Məsələn, nə qədər fiziklər, nə qədər riyaziyyatçılar, kimyaçılar, alimlər tanıyırsınız ki, müxtəlif elmi araşdırmalar eləyiblər, eksperimentlər aparıblar və müəyyən nəticələrə gəliblər. Həmçinin biz özümüz də pedaqoji, psixoloji nəzəriyyələri öyrənəcəyik. Yəni, orada da alimlər araşdırmalar eləyirlər, şagirdlərlə birlikdə eksperimentlər aparırlar, sonda bir nəticəyə gəlirlər. Bu cür elmi araşdırmalar, eksperimentlərin aparılması, bir nəticəyə gəlinməsi aiddir elmi kompetensiyaya. Yəni, bunun da adı ümumi gedir. Riyazi savad, mühəndislik, elm və texnologiyada əsas kompetensiyalar.